O bir nəfər var idi, ölməmişdən öncə Peyğəmbərə vəsiyyət elədi ki, bir ambar xurması vardı, hamısını paylayarsan. Mən belə başa düşürəm bu hədisin o siyaqından, gedişindən ki, diriliyində verə bilmirmiş. Öləndən sonra deyir. Bir ambar verərsin ay Peyğəmbər. Peyğəmbər də payladı, o bir ambarın hamısını verdi. Bir neçə dənə xurma qalmışdı. Bir neçə dənə keyfiyyətdən düşmüş xurma vardı. Qalmışdı tabii 4 dənə, 5 dənə, 6 dənə. Amma ambarı verib. Peyğəmbər qayıtdı ki, bu bir neçə dənə keyfiyyətdən düşmüş xurmanı sağlığında özü öz əli ilə versəydi, bu bir ambar xurmanı verməkdən qat-qat Allah dərgahında dəyərli olardı. Diriliyində versəydi. 5-6 dənə xurmanı bu ambarı öləndən sonra verilir ha. O 5-6 dənə diriliyində versəydi, bundan qiymətli. Ömür gedir, hara gedir, maraqlıdır. Buraya can nəticələr almışıq, şükür olsun Allah'a.